Hər vaxtınız xeyir olsun uşaqlar. İndi biz sizinlə ikinci hissənin ilk mövzusu olan elektrik cərəyanı mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxmış olacağıq. Əvvəlcə düşün, müzakirə et və paylaş mövzusuna baxaq. Burada deyir ki, məişətdə istifadə etdiyimiz hansı avadanlıqların elektrik motoru elektrik enerjisini kinetik enerjisinə çevirir. Yəni, baxın, məişətdə istifadə etdiyimiz hansı avadanlıqlarda elektrik motoru işləyərək həm də hərəkətə gətirən bir kinetik enerjiyə çevrilir. Yadımıza salaq. Məsələn, pataryon maşın. Pataryon maşında necədir? Elektrik enerjisindən istifadə olunur və elektrik motoru nəticəsində hərəkət yaranır və bu da kinetik enerjiyə çevrilir. Və yaxud da ki, sərinkeş, fen, bunların hər biri elektrik motoru işə düşür və bunun nəticəsində, hərəkət nəticəsində elektrik enerjisi kinetik enerjisinə çevrilmiş olur. Daha sonra keçək öyrəndiklərinizi tətbiq edin hissəsinə. Öyrəndiklərinizi tətbiq edin hissəsində deyir ki, nigarı elektrik motorundan istifadə edərək istədiyi vaxt yandırıb söndürə biləcəyi sərinkeş düzəltmək istəyir. Deyir ki, elektrik motoruna taxacağı pərlərin daha sürətlə fırlanması üçün o şəkildəki batareyaların hansından istifadə etməlidir? Fikir verin, pərlərin daha sürətlə fırlanması üçün onun daha çox enerjiyə ehtiyacı var, düzdürmü? Yəni, daha çox enerjiyə ehtiyacı varsa, demək ki, daha böyük gərginlikli mən batareyadan istifadə edəcəm. Ən böyük gərginlik batareyada, bax, burada 9 voltluqdur. Ona görə də mən 9 voltluq batareyadan istifadə edərəm. İkincisində, aşağıdakı dövrə elementlərinin və hissələrinin layihədə hansı rolu olduğunu izah edin. Birincisi, elektrik batareyalarıdır və enerjini yaradır, yəni mənbə rolunu oynadır. İkincisi, naqildir. Üçüncüsü, elektrik motorudur. Bu isə pərlərdir. Motorun ön hissəsinə yerləşir və motoru hərəkətə gəldiyi zaman pərlər fırlanır. Bu isə açardır. Açar vasitəsilə biz elektrik dövrəsini açıb və yaxud da qapaya bilərik. Bu isə elektrik yuvalarıdır. Elektrik yuvaları batareyaları dövrəyə daha rahat qoşmaq üçün istifadə olunur. Daha rahat şəkildə yerləşsin deyə istifadə olunur. İndi keçək öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq və burada birinci sualda uşaqlar deyir ki, elektrik cərəyanı hansı zərrəciklərin hərəkəti nəticəsində yaranır? Diqqət edin, hansı zərrəciklərin hərəkəti nəticəsində? Əlbəttə ki, elektrik cərəyanı yüklü zərrəciklərin, yazaq bura, yüklü zərrəciklərin hərəkəti nəticəsində yaranmış olur. Növbəti sual, cərəyanın yaranması üçün yüklü zərrəciklər necə hərəkət etməlidir? Əlbəttə ki, baxın, cərəyan nədir? Nizamlı hərəkət. Demək ki, cərəyanın yaranması üçün yüklü zərrəciklər də nizamlı hərəkət etməlidir. Nizamlı. Üçüncü suala baxaq, elektrik cərəyanı hansı cihazla ölçülür? Elektrik cərəyanı əlbəttə ki, biz mövzu izahında öyrənmişik ki, ampermetr vasitəsilə ölçülür. Vahidi də əlavə məlumat kimi əlbəttə ki, amperdir. Aşağıdakı dövrələrin hansında lampa yanar, yəni işıqlanar. Baxın, birinci dövrəyə baxaq uşaqlar. Birinci dövrədə açar var və lampa var. Yaxşı, bu lampanın yanması üçün axı batareya yoxdur. Əgər elektrik mənbəyi yoxdursa, bu lampa necə yanar? Əlbəttə ki, birincisində o zaman lampa yanmaz. İkincisinə baxın, batareya var, yəni elektrik mənbəyi var, lampa var, açar da var. Mənbədən cərəyan gəlir, lampadan keçir və daha sonra açara yaxınlaşır. Amma açar açıq olduğuna görə bu cərəyan artıq bunun üzərindən keçə bilmir. Və bunun nəticəsində burada da yenə də cərəyan yaranmır. Niyə görə? Lampa, daha doğrusu açar açıqdır. Açar bağlı olsaydı yanardı. Baxın, növbəti şəkildə baxın. Növbəti şəkildə yenə də batareya var, lampa var və açar bağlıdır. Cərəyan axır, hərəkətə başlayır və gəlir. Açardan keçdiyi zaman açar bağlıdır axı. Ona görə açarın üzərindən keçir və dövrə qapanır. Nəticədə lampa da işıqlanır. Demək ki, C variantı uyğun olar.
Növbəti dördüncü suala baxaq. Dördüncü sualda deyir ki, aşağıdakı simvollara uyğun gələn dövrə elementlərinin funksiyasını izah edin. Birincisi nədir uşaqlar? Bəli, şəkildə də görmüşük. Birincisi lampadır. İkincisi isə batareyadır. Növbəti açardır. Bu isə elektrik motorudur. Və bunların hər birindən istifadə edərək biz dövrə düzəldə bilərik. Belə uşaqlar, ümid edirəm ki, tapşırıqların izahı hər birinizə aydın olmuş oldu. Yeni mövzuların izahı üçün kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun uşaqlar.